Herkese salam. Necəsiz? Başlıqdan da gördüyünüz kimi bacıma sürpriz ad günü edirik. Deyirəm, siz də mənimlə birlikdə edirsiniz. Daha doğrusu izləyirsiniz. Çox həyecanlıyam. Necə keçəcək, necə olacaq bilmirəm. İlk dəfədir ki, belə bir işə qalxışmışam tək başıma. Ad günü bitəndən sonra həqiqətən bir də dərindən nəfəs alacağım. O kadar çətin gəlir ki mənə, amma çox sevinəcək, çox qəşəng şeylər olacaq. Deməli, ilk öncə gedirəm hədiyyəsini almağa. Hədiyyənin nə olduğunu birazdan görəcəksiniz. Andron hədiyyəsini aldım. Bu onun telefonu və burada garanti tamamı hazırlanır. Gəldim Andron ad gününə məkan danışmağa. Bəlkə ola bilər ki, məkan sizə sürpriz edib, yəni sırf otağı həmin gün göstərərəm. Amma indi bugün menyunu falan danışacağıq. Mən otağı o qədər bəyəndim ki, hər şey bir yana, mənzərəsi çox gözəldir. Mütləq göstərəcəm. Bəlkə həmin gün çəkərəm, bəlkə də bugün, bilmirəm. Yeməyimi yedim, indi başlayıram menyunu seçməyə. Deməli, əslində yazmışdım, qızlarla danışmışdıq. Aynadan gizdin. Çox çətindir, başqası üçün bir şey eləmək o qədər çətindir. Bilmirsən nə seçəcəyini ki, bəyənsin hər şeyi. Deməli, indi isə gedirəm Aynura güz sifariş eləməyə. Mənə dedilər ki, ən yaxşısı ağ çiçəyimdir. Ona görə də ora gedirəm. Hansı ki, Xətai filialına, Xətai tərəfdəyim hazırdım. İlk dəfədir ki, çöldə vlog çəkirəm kamera ilə. O kadar qəribə baxırlar ki, heç cürə alışa bilmirəm. Bir də deyirsiniz ki, niyə vloglar falan çəkmirsiniz? Cəmaatın əlindən vlog çəkmək olar. Nəysə, gedim görüm ürəyim istəyən kimi gül tapıb sifariş eləyə biləcəm. Deməli, həmin gül dükanına getdim, amma orada vitrində çox az güllər var idi. Ona görə də mən heç nə seçə bilmədim. Düzdür, oğlan dedi ki, bir dəqiqə fokuslasın. Oğlan dedi ki, skladda var, amma yəni gözümlə görməsəm bir şey seçə bilmirəm. Ona görə də hələ ki qaldı. Yəqin ki, həmin brendin başqa filialına gedəcəm. İndi elmlərə tərəf gedərəm. Elmlərdə baxaram. Mənə daha yaxındır ora. Təsəvvür edirsiniz, səhərdən şəhərin canına düşmüşəm. Piyada və soyuqdur. Dəhşət soyuqdur. Demək olar ki, bir çox şeylər hazırdır. Əsas şeylər yəni, amma paltarım hazır deyil. Mən nə giyinəcəm? Giyinəcəyim bir şey yoxdur. İndi Krezentə tərəf gedirəm özümə paltar baxmağa. Düzdür, baxmışdım, Krezentə də baxmışdım. Gənclik molada heç nə yox idi. Yenə də şans verirəm. Axır ki, gəldim bir məkanda oturdum. Çox yorulmuşam və elə bilə prosta baxmaq istəyirəm. Görüm nə qədər yerimişəm bugün, nə qədər addım atmışam. Çox maraqlı gəldi bu dəqiqə mənə, amma məndə sağlıq proqramı yoxdur. Niyə? Heyf. Ayda silmişəm yəni, telefonda yer yoxdur deyə. Nəysə, çox maraqlı gəlmişdi ki, görəsən bugün nə qədər addım atmışam. Həm də ki, çöl çox soyuq idi. Ona görə də istəyirəm bir çay içim qızılım. Və geri qalan işlərimə burada davam edəcəm. Artıq onlar yəqin ki, onlayn həll edə bilərəm deyə düşünürəm. Deməli, sizə nəyə çəkə bilmədim? Gül sifariş verdim əslində. Verdim deyəndə getdim, baxdım. Seçdiyim çeşid çox idi, dəhşət dərəcədə. Həm çox yaxından belə maraqlandılar, ilgiləndilər, ekstra diqqətini çəkdi. Ona görə də oradan sifariş verəcəm. Qiymətləri də normaldır mənə görə. Digər soruşduğum yerlərə görə qayət normaldır. Çayım için biraz sakitləşim. Bir də bilirsiniz, adamın qorxudan nədir? Tək olmaq. Həqiqətən kaş nə bilim. Aynur bilsəydi də Aynurla bu işləri həll etsəydi deyəsim var, amma adı üstündə sürpriz. Amma mən indiyə qədər Aynursuz heç nə eləməmişəm də, hər şeyini bilib. Ona görə də bunu ondan gizlətmək mənə o qədər çətin gəlir. Nə qəşəngdir bunların tiramisu.
Herkese salam. Bugün sizi Sədərəkdən qarşılayıram. Deməli, Aynurun sabah ad günüdür, amma hələ ki heç nə tam hazır deyil və bugün gəlmişəm onun üçün dekor baxmağa. Çünki dekoru özüm hazırlamaq istəyirəm. Ona görə də özüm seçib özüm alacağım. İnşallah ki, axtardıqlarımı taparım. Deməli, ilk gördüyümüz mağazaya girdik və mənə dirəşib ki, bunu çək. Söhbət bundan gedir. İncə göstərim. Neyse, bizim axtardıqlarımız bunlar deyil. Belə bir tat istəyirdim. Amma bu çox balacadır. Məncə bunlar torta qoyurlar. Ona görə də bunlar mənim başımda qəribə görsənir. Biz əslində bir dəfə bura gələndə təsadüfən olaraq dekor hissəsinə düşmüşdük. Necə olmuşdu? Amma indi tapa bilmirik. Ya bu tacı açın baxın. Görün necə qalır. Necədir? Özüdür. Görmürəm. Görmürəm deyə. Mən görəm bəs elə. Fərsiz oxşadım. Həmişə eləsin. Səhərdən Sədərəyə ələk-vələk eləyirik, amma tam olaraq bu dekorların satıldığı mağazaları tapa bilmirdik. Yəni, hərəsində biri var idi, biri yox idi, belə bir şeylərdə. Amma bir dənə mağaza tapdıq. Adı Vedi nəsə, elə bir şeydir. Çox qəşəngdir qızlar, hər şey var da, yəni. Başa dekora aid hər şeyi tapa bilərsiniz buradan. Prosta sizə elə belə göstərəcəm bir dənə. Baxın, görün burada nə qədər çeşid var. Nə istəsəz tapa bilərsiniz. Mən hər şeyi tək-tək bayaqdan ayrı-ayrı mağazalardan alırdım. Amma burada gördüm ki, istədiyim hər şey əslində buradan tapa bilərmişim. Hələ bunlara baxın. Yəni, burada hər şey var. Deməli, dostlar, ayın 3-üdür. Sabah Aynurun ad günüdür. Saat 18-11'dir. Bilin bakalım nə yoxdur. Mənim paltarım yoxdur. Mənim paltar ağdarım. Bəlkə bir 3 mol gəzmişəm. Üçünü də ayrı-ayrı vaxtlarda gəzmişəm. Amma paltar tapa bilmirəm. Ona görə də indi yenidən gəzirəm. Axırıncı stansiya neydi o molun adı? Nərgiz mi? Hə, Nərgiz mola gedirəm. Orada da olmasa, yəni axtardığım stildə bir şey, artıq oradan nə tapsam onu geyinib çıxacağam. Başqa variantım yoxdur. Çox narahatam. Saat hal-hazırda 23:08-dir. O qədər həyecanlıyam ki, maalesef əlim əsir, yəni kamera əsə bilər, üzrlü sayın. Deməli, burada uşaqlara tapşırmışım ki, biz indi hal-hazırda kafeşopda oturmuşuq. Tapşırdım ki, 00:00-da Aynur'u təbrik eləmək üçün əllərində keklə falan gəlsinlər. Biz orada təbrik edəcəyik və Aynur elə bilir ki, sadəcə bununla da bitəcək. Yəni, sabahı bilmir. Sabah baş verəcəkləri. Neysə, xəbəri yoxdur ki, onun sabah böyük bir şey gözləyir. İndi bir dəqiqə o qədər həyecanlıyam ki, əllərim əsir. İnşallah hər şey yolunda gedər, hər şey yaxşı gedər. Ümid edirəm ki, stresim ona yansımır. Neysə, çalışacağım, çəkim birazdan baş verənləri. Əgər çəkə bilməsəm, Aynur bilməsin deyədir. Böyük ehtimal ki, telefon, yəni kameranı çıxarıb çəksəm, başa düşəcək ki, nəsə var, nəsə olur. Happy birthday to you. Təbrik edirəm. Təbrik edirəm. Hadi arzunu tut. Haydi o kadar arzu parçasına ulaştım. En geçerli. Uzun oldu ile bir. Çok şey istiyorum. Allah'ım paracıklar, ne bileyim seyahatler, arabalar, evler. Teşekkür ederim. Yaptım. Heyecanlandım. Elim esiyor. Kameraya göster, kameraya. Teşekkür ederim. Çok geçerliydi. Bugün ayın 4'üdür artıq. Saat qoyduğum sizə neçədir? 14:41.
Sadəcə bu saata qədər Aynur yanımda olduğu üçün kameranı əlimə alıb vlog çəkə bilmirdim. Çünki xəbəri yoxdur bugündən. Mən gəldim artıq salona, oturmuşam. Təbii ki, Munisə xanımın yanına gələcəkdim. Təbii ki, məni bugün o hazırlayacaq. Hətta bacımı da o hazırlayacaq. Birazdan onu da çəkib göstərəcəm. Belə uzaqdan çəkirəm, makiyajımı tam görməyin. Axşam göstərəcəm. Artıq saça keçmişik. Onu da Ayşə Hanım düzəldir. Həmişəki kimi. Tam formada akşam göreceğiz. Süper. Bakın. Cüzgüde bak. Parlıyoruz. Ay çok geçen oldu hakikaten. Çekeceğim. Ben özümü tam göstermeyeyim. Geçen oldu. Ay da çok geçen oldu. Geçen çekeceğim sana. Deməli, bu dəfə sizi artıq məkandan salamlayıram. Bəli, gördüyünüz kimi hazırlaşmışam, mən hazıram. İndi isə tələsirəm, Aynurun dekorunu hazırlamalıyam. Tez bazar gəldim məkana. Vaxtım azdır, ona görə sizlə həm danışaraq, həm də dekoru hazırlayaraq video çəkmək istəyirəm. Burada salfetkaları açıb düzəltməliyəm. Vaxtı çox az qalıb. Saat neçədir? Saat belki 7'in yarısı olar da hal-hazırda. Çatdırmalıyam. Baxın belə salfetkalarını düzəldirəm. Əlim əsiri, həyecanla. Of! Çox həyecanlıyam. Həqiqətən necə olacaq bilmirəm. Demək olar ki, dekor hazırdır. İndi sizə göstərim. Təxminən belə bir şey düzəltdim. Belə şamlar falan. Bir də odaqla, bir də odaqla. Bu da Happy Birthday. Ay da çox həyecanlıyam. 3 dəqiqəyə Aynur çatır. Biz indi Aynuru burada qarşılayacağıq. Çox az qalır. Artıq demək olar ki, hər şey hazırdır. Hamı gəlib. Aynur da buradadır. Я не думал, да и не гадал. Легко влюбился, сам не ожидал. Мама явилась снегом в жаркий день. С тех пор я словно ее тень. Но вот беда, характер непростой. Я не могу ее понять. Мне так и хочется сказать: девочка, стоп, не надо. Burada çəkiliş gedir. Gün bitdi. Məncə qəşəng keçdi. Mənə görə yaxşı oldu. Amma yenə də ilk təcrübəyə nisbətən biraz stresli keçdi. Tam olaraq orada baş o qədər qarışıq idi ki, vlog çəkə bilmədim əslində. Amma araya kadrlar qoyacağım. İndi istəyirəm bir də Aynurun dilindən eşidəsiz necə keçib. İndi onu çəkirəm. Necə dəqiqə. Buyur xanım, fikirlərini alaq. Çox möhtəşəm. Bayıldım. Xəyallarımdakı ad günüydü. Çox qəşəng. Gülünə baxın. Telefonumu da göstər. Da hədiyyəsi. Bu vlogu yəqin ki, siz bir gün ya da 2 gün sonra izləyəcəksiniz. Tam olaraq bilmirəm. Nə vaxta çatırsam o vaxt yükləyəcəm. Ümid edirəm ki, siz də çox bəyənəcəksiniz. Fikirlərinizi yazarsınız. Hə, bir də bu mənim ilk vloqum olacaq. Ona görə də mənə maksimum dəstək olmağınızı və kanala abunə olub like qoymağınızı gözləyirəm.